Şəriətimizdə kasıblıqdan, şəriətimizdə kasıb olmaqdan, kasıbçılıqdan, qorxmaq icazəlidir. Çünki bəzi insanlar ondan qorxur. Əslində bu düzgün deyil. Belə qorxu şəriətə müxalifdir. Ona görə Hatim Əl-Asam rahimehullah Xorasan böyük şeyxlərindən olub 3-cü yüzillikdə yaşayıb. Deyir ki, fəqirlikdən qorxma, kasıbçılıqdan, yoxsulluqdan. Deyir Allah Subhanahu və Teala qorxutmayıb səni ondan. Sən heç bir yerdə Quranda tapa bilmərsən ki, Allah desin ki, kasıblıqdan qorxun, fəqirlikdən qorxun deyir. Yoxdur. Amma cəhənnəm odundan məsələn qorxutub sən bir müsəlman olaraq desən ki, mən cəhənnəmdən qorxuram. Bu məmduhdur yoxsa məzmum, məzəmmət olunmur, əksinə tərifə layiqdir. Çünki Allah qorxudub səni. Ona görə Allah rəhmət eləsin Həsən el-Basri böyük tabinlərdən olub deyir ki, mən deyir Quranda 90 yerdə oxudum ki, Allah Subhanahu və Teala ərzaqları, ruziləri müəyyən edib və insanlar üçün çatmasına zəmanət verib. İnsanlara, məxluqatına çatdırılmasına zəmanət altına alıb. 90 yerdə. Bir yerdə oxudum ki, şeytan insanı kasıbçılıqdan qorxudur. Şeytanu ya'idukumul faqr. Şeytan sizə fəqirliyi vəd verir. Fəqirliklə qorxudur. Bir yerdədir cəmi. Deyir, subhanallah, biz deyir, haqq olan doğru sözə 90 yerdə gələn şəkk etdik. Bir yerdə şeytanın, yalancının sözünü doğru saydıq. Ona görə fəqirlikdən qorxmaq əslində imanın zəifliyidir. Şeytanın vədidir, qorxudur səni. Niyə? Çünki, məsələn, sən varlı adamsan, imkanın var sənin. Düzdür, qorxudur səni, xərcləmə, azalacaq, xərcləmə, sənin övladların var, xərcləmə, sən filan ev tikməlisən, ev almalısan, maşın almalısan, əlində olan Allahın verdiyi ruzini bərk yığıb saxlayasan deyə. Məsələn, şeytan gəlir vəsvəsə edir ki, getmə ümrəyə, getsən ümrəyə, pulun azalacaq, işin filan, məsələn, qalacaqsan işindən, getmə həccə, bu il həcc bahadır, getsən həccə, fəqirliklə qorxudur səni, Allahdır. Şeytanu ya'idukum, sizə vəd verir. Nəyi? El-faqr, fəqirliyi. Amma insan bilmir ki, Razzaq olan Allah, Raziq olan Allah Subhanahu və Teala hər bir insanın ruzisini verir artıqlaması ilə. 90 yerdədir varid olub, deyir. Bunu hamısına şəkk edirik, qorxuruq, birdən acından ölərəm, birdən belə olar, birdən. Amma bir şeytanın sözünü təsdiqləyir, hansı ki, onun vədi yalandır, qorxudur insanı. Ona görə şək yoxdur ki, bu imanın zəifliyindəndir.